Salam, hər vaxtınız xeyir. YouTube videoma xoş gəlmisiniz. Deməli, bugün biz sizinlə yox deməyə bacarmaq haqqında danışmalıyıq. Qulağa çox sadə səslənir. Amma məncə o qədər sadə deyil. Ən azından mənim üçün o qədər sadə proses olmamışdı. Deməli, mən sizə bundan sonra başqa cür ardı gəlir təbii ki də, hər gün indiyə kimi həyatımda təcrübələdiyim, əsasən də bu hisslər və emosiyalar yönündə təcrübələdiyim hadisələrdən nəticə çıxarmış şəkildə sizə danışacağam. Deməli, bugünkü mövzumuz dediyim kimi yox demək öyrənməkdir. Bəs biz necə yox deyirik? Yox demək niyə bizə vacib deyə sual verəsi olsaq, belə deyə bilərəm ki, bəzən sərhədlərimizi qorumalıyıq. Yəni həm münasibətlərdə, bu münasibətlər həm dost münasibətləri ola bilər, həm də partner münasibətləri ola bilər ki, bəzən yox deməyi bacarmaq lazımdır. Ən sadə olaraq hal-hazırda gündəmi zəbt eləyən Wizard'ın, yəni daha doğrusu Lizin deyək, aldadılma xəbəridir. Görürsünüz ki, onun kimi biri belə aldadıldı. Yəni buradan o nəticəyə gəlmək lazımdır ki, gəlirik hətta ki, yəni siz nə qədər möhtəşəm olursan ol, savadlı, təhsilli, uğurlu bir insan olursan ol, sənə sadəcə verilən dəyər, daha doğrusu sən o an oradan aldığın dəyər qarşı tərəfin özünə qoyduğu dəyərdir. Yəni qarşı tərəf özünə dəyər versəydi, təbii ki, Lizə qarşı belə bir hal yaşanmayacaqdı. Buradan Lizə başsağlığı diləyirəm və Tanrı səni ondan qurtarıb. O da hal-hazırda şükür eləyir. Hətta paylaşma altında yazdı ki, he lost everything, I got everything. Yəni o hər şeyini itirdi və mən hər şeyi qazandım. Yəni belədir. Onun üçün də bundan sonra həyatımızda bütün o yöndə, mənfi yöndə sona qədər bizim olmayacaq insanlara çıxması diləyinə deyirik və videomuzu gətirib ardına başlayıb danışmaq. Deməli, yox deməyə vacibliyə. Yox demək bundan vacibdir ki, sən sərhədlərini qorumalısan. Məsələn, Liz sərhədlərini qorudu və biləyindən sonra onu həyatından uzaqlaşdırdı. Konkret, hətta paylaşımlarında o heç bir paylaşımı silmədi. Altın açıqlama hissəsini dəyişdi, səhv eləmirəmsə bugün eləyib onda. Çox ikonik bir hərəkətdir. Yəni, dediyim kimi, sərhədlərini qorumalısan. Və bir də dediyim kimi, bunlar mənim təcrübələrimə əsaslandığı üçün, əsasən də mən fevral ayından bəri təcrübələrimi belə sistemləşdirmişəm hər video üçün. Belə bir Word formatına gətirmişəm. Burada tanışacaqlarımı başlıq şəkildə yazmışam ki, sizə də rahat olsun, mən də bütün danışmaq istədiyim şeyləri əhatəliyim. Mən özüm də uzun müddət insanlara nə deyilsə hə deyirdim. Gəlirsən, hə. Biz yenə gedək də, hə. Bunu mənə verə bilərsən, hə. Ən azı münasibətlərdə belə. Hər iki yöndən. Amma həqiqətən yox deməyi öyrənməli idim. Ona görə də yaxşı kazıklar yemişəm. Bunu sizə deyirəm ki, siz kazık yeməyək. Nəysə. Bir də biz hamıya hə deyəndə həqiqi mənada yoruluruq. Özümüzü yoruruq. Çox yorulursan. Sən insanların məsuliyyətini, onları daşımaq məcburiyyətində deyilsən heç bir şəkildə. Məsələn, təcrübələrimə danışası olsam, o qədər dərinliyə girməmişəm. Üstdən bir deyim, işdən gəlirəm tutaq ki, deməli, mən tələbəyəm. Səhər kursda oluram, günorta dərsdə oluram. 6-ın yarısı dərsdən çıxıb 6-da işə girib 11-də çıxıram. Səhər kursumda səhər 11-də başlayır. Düşünün ki, mənim gün ərzində 12 saatlıq etməli olduğum işlər var və təbii ki də saat 11-də mən birbaşa kursda bitmədiyimi görə səhər tezdən durub dərs eləyirəm. Yəni mən günün sadəcə 5-6 saatını yatıram, qalan saat ayaq üstəyəm. Və bunu düşünürlər fərq edir. Məsələn, mən işdən çıxmışam, sizdən gedək də mənə deyirlər. Mən can dərdi olsun, yorğun da olsam belə deyir. Dağarsı sürünsəm də onlardan çıxıram. Amma bəzən elə hal olur ki, mən də istəyirəm ki, məsələn, bugün məsələdə mənə gedə bilərik. Və mən əsasındakı insanların əksəriyyəti işləyə də bilərlər, amma işləmirdilər. Və s. digər. Mənəm ki, onlar bugün çıxmaq istəyirsiniz, sonra hava alaq falan, parka gedək və s. Yox, dərsləri var, sərbəst iş yazacağım, çoxdur, çatdırmıram. Ay yox, dünən çıxmışam mən qızlarla, da eyni yerə getməyim də. Görürsünüz. Bəli.
Ya da ki bir münasibətdəsiz, sizə qarşı bir hörmətsizlik olub. Siz ən başda elə bir şəkildə ona yox deməlisiniz ki, həmin insan eyni səhvi ikinci dəfə hiss eləməsin. Təbii ki, baxışına bilən səhvdən danışıram ki, sonra baxışıb ikinci şans verəsiniz. Bunu eləmək vacibdir və lazımdır hər bir münasibətdə. Amma mən bunu bacarmırdım. Əfsuslar olsun ki. Deməli, hal-hazırda bacarıram. Kendimle de gurur duyuyorum. Canım kendim. Bəzilərdir ki, İlham özündən razıdır, amma səhv edirlər. Mən özümdən artıqlamasına razıyam. Bir var razı, bir də çox razıyam özümdən. Mənim dəyərim var, ona görə mən özümü çox istəyirəm. Əsas zarafat bir yana başlayırıq. Bəs biz niyə yox deməliyik? Deməli, dediyim kimi, hər kəsin yükünü daşımaq məcburiyyətində deyilik. Yox deyəndə biz sərhədləri qoyuruq. Və yox demək egoistik deyil. Bunu anlayaq. Azərbaycanda çox düşüncə var. Egoistiklə yəni özündən razılığı, özünün ilk necə deyim, sərhəddə ilkə qoymağı bizim ölkəmiz səhv başa düşür. Bir insan özünün razılığı, özünə dəyər verirsə, ölkəmiz ona belə baxar. Niyə? Neynəməlidir? Yəni sən fikirləşməlidir. Of, o heç də fikirləşmir. Necə deyim, adamlar nə deyər, bunun paltarı giyinib gəlib, necə də belə danışır bu. Niyə? Ya da ki, utanıb eləmir deyir. Burada YouTube kanalı açıb, gic danışır. Bir də söz var, everything is cringe when you got everything. Yəni, hər şey cringe-dir, sən hər şey əldə eləyənə qədər. Yəni, Mr. Beast'dən əvvəlki videolarına yəqin ki, baxmışsınız. Bu tam bir travmadır. Hal-hazırda isə öz bir editlərimi də gözləyirəm elə. Nəysə, yəni belədir. Yəni düşün, sənə nə, yəni onun həyatı və sənin həyatındır. Ona görə də sən çalış, özünü ilk sərhəddə qoy, ilkə qoy. İlk pillədə özün ol. Daha sonra isə və sən kimisə qəlbini qıranda özünü pis verirsən. Amma onların sən elədiyi ədalətlidirmi səncə ki, sənin elədiyin onlara qarşı ədalətli olsun? Yəni biraz fikirləşmək lazımdır. Bəs yaxşı, okey, problem budur, vacibliyi nə bilir, amma mən yox deyə bilmirəm, tutaq ki, nə etməliyəm. Bunun üçün tamam, qısa başlaya bilərik ki, mən necə yox deyim. Birinci, məsələn, kimsə səndən kömək istəyir, kömək eləyə bilərəm deyir, kömək eləyə bilərsən. Və sən eləmək istəmirsən, yəni alınmır, onsuz da alınsın, rahat bir şəkildə eləyərsən. Alınmazsan, sən yox deməlisən, deyirsən ki, yaxşı, yox deyə bilmirsən, amma belə fırlatdan azından, mor dedi, yola ver. Peki, bu dəfə bacarmayacağam, amma gələn səfər deyərsən, onda kömək eləyə bilərəm. Bu səfər alınmır. Səfər demək məcburiyyətində deyilsən. Sadəcə bu səfər alınmır, bu səfər bacara bilmirəm, işim var. Onun ya da ki, nəsə bir məsuliyyəti sənin boynuna qoymaq istəyir ki, bunu elə. Bunu eləyə bilərsən falan. Ya da ki, mənlə falan şey də elə də ya. Ya da deyirlər ki, mənlə falan yeri gedək də. Bax, həmişə gedəyə üzrə çəkirəm, amma yəni bunu özünüzü mənimkiləşdirin də. Mən çox münasibətə çox toxunmaq istəmirəm. Biraz kaos olacaq. Yəni, deyəsə bilən ki, özümə fokus salmışam, özümün işlərim var. Yəni, deyə bilərsən, bir zəhmət geçsin. Amma bir də şey var ki, o insan sənə qarşı bunu hörməti qoysa, sən ona qarşı qoymalısın, mən demirəm. Yəni ki, o sənə həmişə hörmət edən adamlara getmək ki, yox, mən eləmirəm. Gəlmirəm, hamıya o demirəm. Yəni, o insan sənə hörmət edirsə, sən onu elə. Amma səviyyəni qoru, sərhəd. Və, məsələn, bilir ki, sən bir stres danışdın, bir şey elədin, sənə konkret deyil ki, yəni, sən səhvsən də, yəni, istəmirəm, qarşılaşmayım, hörmətsizlikdir, başa düşdün, fikrinə hörmətsizlikdir. Sən rahat bir şəkildə ki, anlayıram səni, anlayıram. Bir də, məsələn, var deyir, cahilləri qoyursan, 1000 dənə cahil, 1000 dənə alim qoy, bir dənə cahil qoy. O bir dənə cahil isə sort edə bilməyəcəksən. Situasiya budur, yəni görürsən ki, qarşı tərəfin nə emosional zəkası var, nə zehni, heç bir yana yoxdur. Yoxdur. Yəni sən özünü öldürsən də orada, nəyisə zəhl eləməyə çalışsan, o insan anlamayacaq. Və sən sadəcə dedən ki, anlayıram səni. Fikirlər fərqli ola bilər. Yəni mən amma belə fikirləşirəm, yəni sənlə fikirləşə bilərsən, amma mən belə fikirləşirəm. Bitti. Yaxşı, biz bəs dedik, bu, necə deyim, dırnaqarası deyil, yola verdik həmin anı, bəs biz nə hiss eləyəcəyik? Biz günahkarlıq hiss eləyəcəyik.
Bəli, mən tam-tamına 2 həftə falan, hətta az deyil məncə mənə görə. Yəni alışana qədər, hətta bəzən insan daha çoxu. Bir də ki, bu hadisələr yəni bir anda baş verir. Mənim tam-tamına 5 ayımı alıb özümü o yöndən tərbiyə etməyim. Deməli, günahkarlıq hissi keçirəcəksən ki, yəni mən pis bir insanım. Mən bəlkə ona qarşı sərt davrandım. Ayda mən bunu belə eləməməli idim. Niyə belə oldu? Günah hissi keçirəcəksən, amma öhdəsindən gələ bilərsən. Bir də ki, sən düşünməlisən ki, mən sadəcə ona yox dedim, amma özümə qarşı dürüst davrandım. Yəni sən özünə qarşı dürüst olsan, istəmirsən bu şey etməyi. Yəni niyə eləyəsən? Yəni günahkarlıq hissi bir müddət olacaq, amma sən düşünməlisən ki, mən sadəcə istəmədiyim bir şeyə yox demişəm və insanların fikirlərinə, necə deyim, o an mənə qarşı yüklədikləri məna var ki, həmişə onu doldurma məcburiyyətində deyiləm. Yəni başa düşürsən, hər an, həmişə bütün insanları xoşbəxt eləyə bilmərsən, elə bir öhdəliyin də yoxdur. Deməli, ondan sonra sən deyirsən, bizim nəticəmiz bundan ibarətdir ki, we are number one. I am number one. Yəni mən nömrə 1-əm. Mən 1-əm, mən birinciyəm. Sən nə edirsən elə daha sonra. Yəni biraz belədim. Ay! Dediyim kimi, yox demək mənə azadlıq hissi verdi. Ümid edirəm ki, videonu bəyəndiniz. Əgər həqiqətən bəyənmisinizsə, yorum yazıb mənə dəstək olsanız çox sevinərəm. Və bundan sonra yorumlara indi hal-hazırda aşağıda qeyd edin ki, ən son hansı situasiya olub və siz yox demək istəyəndə hədimsiz. Gözləyəcəm. Məni izlədiyiniz üçün minnətdaram. Bye.